Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağdan könüllü köçən ermənilərlə bağlı yeni statistika açıqlayıb. Məlumata əsasən indiyədək 28.490 erməniyə qaçqın statusu verilib. Beləliklə 36 min nəfər Ermənistan hökumətinə qaçqın statusu üçün müraciət edib. Hökumət öz növbəsində təxminən 35 min vəsiqə hazırlayıb. Rəqəmlərdən aydın olur ki, İrəvan Qarabağ erməniləri ilə bağlı rəqəmləri şişirib. Bir neçə ay əvvəl 100 min ermənidən bəhs edən Paşinyan hökuməti indi də özünün açıqladığı rəqəmlərlə bunu təksib edir. İrəvan bu siyasəti ilə xarici ölkələri yanıltmaqla yanaşı, onların Azərbaycan əleyhinə addımlar atmasına çalışır. Son onların açıqlamaları onu göstərir ki, bu rəqəmlər yəni əslində uydurma rəqəmlərdir. Amma təəssüflər olsun ki, indinin özündə bir çox təsisatlar, nüfuzlu siyasi qurumlar, ermənilərin verdiyi yalan statistikaya istinad edərək iddia edirlər ki, Azərbaycanda təxminən 120 min erməni yaşayıb və onları mütləq Azərbaycana qaytarmaq lazımdır. Fransanın, Senatın növbəti absurd qərarı məhz o cümlədən və Ermənistan tərəfinin uydurduğu rəqəmlərə əsaslanır.